Siberian Wellness-dan böyrək sağlamlığı üçün məhsullarımız gəlib çıxdı qızlar. Demək raspakovkanı da çəkmişəm. Gördüyünüz bu məhsulların hər biri evdə yoldaşım üçün almışıq. Böyrəkdə, sidik yollarında, sidik kanalında daşlar varsa, onun üçün iltihablaşma, soyuqlama, sistit varsa, demək vaspaleniya olanda, mütləq şəkildə prostat vəznin xəstəlikləri olanda bu məhsullar çox gözəl şəkildə təsir edir. Təbii məhsullardır, hər biri bitkisəldir, kimyəvi qatqısızdır və gördüyünüz kimi hər biri yenidir Allahın izni ilə. Yeni qablaşmadadır çaylarımız bu arada qızlar. Bu nömrə 7 çaydır. Rahat demək hərəkət. Böyrəkdə və ümumi olaraq bədəndə artıq duzu və artıq mayeni götürür, ödəmə aparır. Burada gördüyünüz sink mineralıdır, hansı ki həm cinsi zəifliyi aparır, həm ümumiyyətlə immuniteti gücləndirir, eyni zamanda orqanizmdə iltihablaşmanı aparır. Və ümumi allergiyası olan insanlar üçün də sink mükəmməl bir məhsuldur. Yaraların tez sağalmasına kömək edir eyni zamanda. Çox gözəl mineraldır, yəni çox xeyri var. Burada gördüyünüz yeni gələn böyrək çayımızdır. 10 nömrə çaydır. Böyrəklərin axınını normaya salır. Böyrəkdə olan demək yad cisimləri çıxardır, soyuqlamanı aparır, artıq mayeni aparır və gördüyünüz kimi təbii ki müalicə zamanı biz nə edirik? Təmizlənmə aparırıq. Burada Pure Life-dır, detoks təmizlənmə. Orqanizmdə ümumi olaraq toksinləri, şlakları təmizləyir, zərərli maddələr nə varsa orqanizmdə onları çıxardır və mədə-bağırsaq sistemini normaya salır. Eyni zamanda yoldaşımda şəkəri də var. Ona görə biz Pure Life ilə təmizlənmə tez-tez aparmalıyıq ki, orqanizm təmizlənsin və bərpa olsun. Təbii ki, böyrək sağlamlığı deyəndə bizdə ayı qulağı və mərcəngilə bitkisi də olmalıdır. Bu da kapsul versiyasındadır qızlar. Tərtəmiz böyrəklər təmizləyir, böyrəkdə olan vaspaleniyadır, duzlaşmadır, kristallardır, iltihablaşmanın hamısını təmizləyir, axıntını normaya salır. Orqanizmdən ümumiyyətlə viruslar və bakteriyalar sidik vasitəsilə çıxır. Sidik qovucudur, orqanizm tam rahat şəkildə təmizləyir. Burada eyni zamanda da təbii ki qaraciyər və öd yollarının təmizlənməsi üçün Sinxraytal 4 və EPAM 4-ü götürmüşük qızlar. Sinxraytal 4 xronobioloji qaraciyər təmizlənməsidir. Öd yaxınını normaya salır. Dediyim kimi şəkər olan xəstələrdə mütləqdir. Qaraciyər təmizlənməlidir ki, qan düzgün şəkildə dövran etsin və bu vacibdir qaraciyərin təmizlənməsi üçün. Əgər qaraciyərdə heç bir xəstəlik yoxdursa, profilaktik olaraq bu məhsulları da qəbul etməlisiniz. Nəyə görə? Çünki qaraciyər heç bir simptom olmadan xəstələnir, ağrı vermir sizə. Antibiotik qəbul edirsiniz, ondan sonra ağrı kəsicilər qəbul edirsiniz. Bildiyimiz kimi Azərbaycan mətbəxi yağlı yeməklərdən, xörəklərdən ibarətdir. Un məlumatları yeyirsiniz, fast foodlar yeyirsiniz və bunların hər biri bizim qaraciyərimizə, öd yollara ağırlıq verir və onu təbii ki profilaktik olaraq ildə 2 dəfə, 3 dəfə biz təmizlənmə etməliyik. Qaraciyər təmiz oldusa qan dövranımız yaxşı olur. Qan dövranı yaxşı olursa beyinə oksigen düzgün gedir, ürək yaxşı işləyir, mədə-bağırsaq sistemi normaya düşür. Mədə-bağırsaq bilirsiniz ki bizim ikinci beynimizdir. Əgər düzgün immunitet istəyiriksə, yaxşı, sağlam olmaq istəyiriksə, təbii ki bağırsaqlar normada olmalıdır. Burada gördüyünüz kimi EPAM 96 yenə də bağırsaqla böyrək üçündür qızlar. Böyrəklərin xronobioloji təmizlənməsidir. Arı südü və propolis damcılarıdır. Tam şəkildə, hətta bəylərdə demək siqaretə asılılığı olanlar üçündür. Siqaretə asılılığı tam şəkildə aparır. Ondan sonra yenə də böyrək axınlarının sidik yollarını təmizləyir və təbii ki hər bir müalicədə olduğu kimi Navamin antioksidanttır və prooksidantdır, hansı ki mutantlaşmış hüceyrələri məhv edir, bilirsiniz. Yəni virusa qapılmış hüceyrələri məhv edir, təmizləyir və sağlam hüceyrələri qoruyur. Navamin təbii antibiotikdir. Sink da təbii antibiotik sayılır qızlar, antiseptikdirlər, antioksidantdır. 10 kapsulu bir dənə antibiotik dozirovkasını əvəz edir rahat şəkildə. Altını çizirəm. Uşaqlardan böyüyə hər kəs qəbul edə bilər. Qanı təmizləyir, bədəni təmizləyir, qaraciyəri təmizləyir və immuniteti gücləndirir. Bəli, bu da gördüyünüz kimi məhsulların hər biri birlikdə Təbii müalicə sağlamlığın yeganə yoludur. Hər kəs özü öz müalicəsini seçir.
öz seçimini edir. Sadəcə olaraq düzgün etmək lazımdır seçimi.